Salam əziz izləyicilər, Azərbaycan bazarında Ermənistan məhsulları görəndə heç də təəccüblənməyin, çünki artıq Ermənistan Azərbaycana məhsul ixrac etməyə başlayıb. Bilirsiniz ki, hələ ötən ilin sonlarından Azərbaycan Ermənistana dizel yanacağı, eləcə də benzin ixrac etməyə başlayıb və sırf bu, deməli, ticarət xarakteri daşıyır. Bu məlum idi, amma hələlik Ermənistandan Azərbaycana məhsul ixrac edildiyi barədə məlumat yox idi. Düzdür, hansı məhsulların ixrac potensialı var? Bunun deməli siyasi mübadilə edilmişdi. Ermənistan Azərbaycana hansı məhsulları ixrac edə bilər və yaxud Azərbaycan Ermənistana daha hansı məhsulları ixrac edə bilər? Bax, bununla bağlı siyahının mübadilə edildiyi barədə məlumat vermişdi, amma o siyahıda hansı məhsulların yer aldığı barədə məlumatlar yox idi. Artıq, yəni dediyim kimi, Azərbaycanın ixracı göz qabağında idi. Bununla bağlı rəsmi məlumat verilmişdi, amma Ermənistan Azərbaycana məhsul ixrac etdiyi barədə məlumat yox idi. Artıq Ermənistanın da Azərbaycana məhsul ixrac etdiyi barədə rəsmi məlumatlar var. Bu, Dövlət Gömrük Komitəsinin hesabatında da yer almağa başlayır. Deməli, təkcə bu ilin birinci rübündə Azərbaycandan Ermənistana 5,8 milyon dollara yaxın məhsul tədarik edilib. Ermənistandan isə Azərbaycana cəmi 960 dollar məbləğində məhsul ixrac olunub. Düzdür, bu çox cüzi rəqəmdir, amma buna baxmayaraq artıq bu deməkdir ki, Ermənistan Azərbaycana məhsul ixrac etməyə başlayıb. Bəs potensial, yəni ixrac potensialı nələrdir? Bununla bağlı hələ Ermənistanda əvvəllər deyilmişdi. Məsəl üçün, Ermənistan Azərbaycana alüminium folqası, hətta malqara, meyvə tərəvəz, şərabçılıq məhsulları, və yaxud toxuma məhsulları və digər deməli məhsulların ixrac edə biləcəyi barədə məlumatlar var idi. Bununla bağlı Ermənistan tərəfi hələ bir neçə ay əvvəl məlumat vermişdi. Amma siyahı tam deyil. Beləliklə, yəni artıq bundan sonra, yəni indi bugündən də daxil olmaqla Azərbaycan bazarında ola bilsin ki, bu kənd təsərrüfatı məhsulları satışı olan bazar olsun, istər yəni marketlərdə, istər digər təsərrüfat malları mağazalarında Ermənistan məhsulları görəndə ona görə də heç də təəccüblənməyə ehtiyac yoxdur. Artıq ticarət, deməli, qarşılıqlı ticarət başlanıb. Bunun gələcəkdə daha da genişlənəcəyi gözlənilir.